Son günlərdə Güney Azərbaycanın çevrəsi bir çox sorunla üz-üzədir. Qaradağ meşələrinin yanması, bir çox şəhərlərimizin havasının çirkliliyi və Urmu gölünün quruması, Qaradağın Nəmnək və Dizmar meşələrində baş verən böyük yanğınlar, yerli əhalinin yaşamını, Azərbaycanımızın doğal sərvətlərini və bölgənin gələcəyini təhlükəyə salıbdır. Şəhərlərimizdə də hava çox pis vəziyyətdədir. Təbriz, Urmu və Binaf kimi şəhərlərin havası çirkli və bulanıq durumdadır və əhali üçün, özəlliklə yaşlılar, uşaqlar və xəstələr üçün çox təhlükəli sayılır. Və əlbəttə ən böyük yaramız Urmu gölü. Bu gölün tamamilə quruması uzun müddətli bir fəlakətin başlanğıcı ola bilər. Duz fırtınaları insanlara tənəffüs sorunları yarada bilər və ətrafdakı torpaqları şorlaşdıraraq əkinçiliyi tamamilə sıradan çıxarda bilər. Bu yüz minlərlə insanın həyatına təsir qoya biləcək bir faciəyə yol aça bilər. Bugün hər birimiz Azərbaycanın səsi olmalıyıq. Gələcək nəsillərə nəfəs ala biləcəkləri bir hava və yaşaya biləcəkləri bir torpaq buraxmaq üçün. Bugün atacağımız addımlar həyati önəm daşıyır. Yaşasın Azərbaycan.